Abşeronda tükürbedici qətl hadisəsi baş verib. Hadisə Xırdalan şəhər 27-ci məhəllə ərazisində Nəsibə Zeynalova küçəsində qeydə alınıb. Qeyd edim ki, mübahisə zəminində İlkin adlı şəxs Heybət Quliyevə bir neçə bıçaq zərbəsi vurub. Yaralı aldığı xəsarətlərdən elə hadisə yerindəcə dünyasını dəyişib. Abşeron rayonu Xırdalan şəhərində insanı dəhşətə gətirən amansız qətl hadisəsi baş verib. 35 yaşlı Heybət Quliyev borc üstündə başlayan mübahisə nəticəsində qətlə yetirilib. Hadisə Xırdalan şəhərinin mərkəzində yerləşən bir kafedə başlayıb. İlkin məlumata görə Heybət Quliyev və İlkin adlı şəxs əvvəlcə kafedə çay içib söhbət edirlərmiş. Lakin görünür aralarındakı münasibətlər gərgin imiş. Bildirilir ki, İlkin adlı şəxsin Heybətə cəmi 8 manat borcu olub. Məhz bu cüzi məbləğ aralarında mübahisəyə səbəb olub. Şahidlərin sözlərinə görə mübahisə getdikcə qızışıb. Kafe sahibinin müdaxiləsindən sonra tərəflər kafedən çıxarılıb. Ancaq dava bununla bitməyib. Qeyd edim ki, bıçaqlanma hadisəsindən əvvəl tərəflər məhz bu kafedə, bu masada əyləşiblərmiş. Kafe rəhbərliyi bildirir ki, bu masada çay sifariş verdikdən sonra onlar bu masada çay içiblər və mübahisə düşdükdən sonra kafe rəhbərliyi onları çölə çıxararaq buradan uzaqlaşdırıb. Məlum hadisə isə kafe yaxınlığındakı olan binanın qarşısında qeydə alınıb. Hər bir vətəndaş burada nə problem yaradırsa durğuzub şota baxmayaraq uzaqlaşdırırım. Zabordan çölə çıxardırırım. Yoldaşlar da burada olub da? Dünənki yoldaşlar gəlib çay içib burada. Demişəm qardaş 3 nəfər olublar. Demişəm qardaş xahiş eləyirəm. Durun tərk eləyin kafeni. Mənim mamamın təzyiqi qalxıb. Mən mamanın təzyiqinə görə evə getməliyim. Həmin buradakı o söyləyən şəxsi siz deyirsə xətrini çox istəyirdim. Tanıyırdınız da o şəxsi? O binada tanıyırdım. O binada, Razgradda qalanda tanıyırdım. Çox qəbiliyyətli, qanıcaqlı uşaqdır. Hə, burada. Sadəcə buradan uzaqlaşdırmışam o uşaqları mən evə getdiyimə görə. Həyəcanlı anlar kafenin yaxınlığındakı binanın qarşısında daha faciəvi şəkil alıb. İlkin adlı şəxs gözlənilmədən cibindən bıçaq çıxararaq Heybət Quliyevin şah damarına bir dəfə zərbə endirib. Zərbə o qədər ağır olub ki, Heybət Quliyev qan itkisindən elə hadisə yerində keçinib. Hadisə baş verən əraziyə dərhal hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Cinayəti törədən şəxs qısa müddətdə saxlanılıb. İlkin araşdırmalar göstərir ki, bu qətlin əsas motivi pul, daha dəqiqi 8 manatlıq borcu olub. Bu isə cəmiyyətdə ciddi rezonansa səbəb olub. Kiçik bir məbləğə görə bir insanın həyatdan məhrum edilməsi hiddət doğurur. Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi açılıb. Hazırda hadisənin bütün təfərrüatları araşdırılır. Bu qanlı hadisə bir daha sübut edir ki, ən kiçik anlaşılmazlıq belə bir faciəyə çevrilə bilər. Cəmiyyətin bu cür hadisələrə qarşı daha həssas və təmkinli yanaşması zəruridir. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.